Qədim zamanlarda Allah dünyanı yaratdıqdan və insanların pisliyi yüzündən onu daşqınla məhv etdikdən sonra insanlar yer üzünə yayılaraq çoxaldılar. Lakin onlar yenə də Allahı unutmağa başladılar. Köməyə ehtiyacı olan zaman ona güvənmək əvəzinə onlar bütlər düzəltdilər və öz yalançı Allahlarının köməyinə inandılar. Allah istəyirdi ki, dünyadakı bütün insanlar onu əslində olduğu kimi tanısınlar, qəlbləri ilə ona tərəf dönsünlər. Buna görə də Allah möhtəşəm bir plan hazırladı və İbrahim adlı bir adamı seçdi. İbrahim vacib şəxsiyyət olacaq. Çünki Allah onun və nəslinin vasitəsilə bütün dünyaya xeyir-dua verməyə hazırlaşır. Amma Allah onu ilk dəfə seçdiyi zaman İbrahim hələ də yeganə həqiqi Allahı tanımırdı. Onun valideynləri, eləcə də nənəsi və babası ona bütlərə etibar etməyi öyrətmişdilər. İbrahimin 75 yaşı olanda atası Terah öldü. Ay İbrahim, daha senin atan yoktur. Biz tek kaldık. En dehşetlisi ise odur ki bizim evlatlarımız yoktur. Sara, hər il atalarımın Allahlarını çağırırıq. Amma nə nəticəsi oldu? Ben bu ağır həcalətə dözə bilmirəm. Axı bu necə ola bilər ki biz öləcəyik, senin neslini devam ettirecek bir varisin belə olmayacak. İbrahim, İbrahim, Sən kimsən? İbrahim. Mən göyləri və yeri yaradan uca Allaham. İstəyirəm ki, sən tanıdığın bu ölkəni, buradakı xalqı və atanın ailəsini tərk edib, sənə göstərəcəyim ölkəyə gedəsən. Vətənimi və atamın qohumlarını tərk edim. Axı niyə? Sən xüsusi ailənin atası olacaqsan və mən sənin adını ucaldacağam. İbrahim, mən səndən çoxlu millət yaradacağam. Sonra sənin vasitənlə yeryüzünün bütün ailələrinə xeyir dua verəcəyəm. Yer üzündəki bütün ailələr? Mən bunu heç təsəvvür də edə bilmirəm. Uca Allahım, bəs mən hardan bilim ki, sən bunu edəcəksən? Mən sizin və bütün insanların sitayiş etdiyi bütlərə bənzəmirəm. Mən uca Allaham. İndi buranı tərk et və sənə göstərəcəyim torpaqlara get. Ya Rəbb, bunu məndən niyə istədiyini başa düşmürəm. Amma mənə yol göstərsən, sənin ardınca getməyə hazıram. İbrahim və arvadı Sara öz atalarının torpaqlarını tərk etdilər. Onlar bütün sərvətlərini, mal-qaralarını və nökərlərini özləri ilə apardılar. İbrahim, xahiş edirəm mənə deyə görək hara gedirik və orada nə qədər qala bilərik. Mən bilmirəm, Sara. Bircə onu bilirəm ki, Uca Allah mənə dedi, biz atamın torpaqlarını tərk etməliyik və o bizə çoxlu xeyir-dua verəcək. Deyirsən bizə xeyir dua verəcək? Bir övladımız belə olmadığı halda onun bizə verəcəyi xeyir duanın nə faydası var? Sara, Allah məndən böyük bir millət yaradacağına söz verdi. Bundan başqa mənə dedi ki, bizim vasitəmizlə bütün dünyaya xeyir-dua verəcək. Bu vədlər çox qəribədir. Sara, mən bilmirəm bunu sənə daha necə izah edə bilərəm. Amma bu Allah başqa Allahlara bənzəmir. O həqiqidir. Hiss edirəm ki, ona güvənə bilərəm.
Ya Rəbb, biz artıq xeyli vaxt yol gedirik. Səncə biz hələ nə qədər yol getməliyik? İbrahim, ətrafında olanları görürsənmi? Torpaqlara baxmağını istəyirəm. Görürəm, çox yaxşı torpaqlardır. İbrahim, sənə verdiyim torpaqlar budur. Doğrudan bütün bu torpaqları nəzərdə tutursan? Bəli, İbrahim, durduğun yerdən şimala, cənuba, şərqə və qərbə bax. Gördüyün bütün torpaqları həmişəlik sənə və sənin nəslinə verirəm. Həmişəlik bütün bu torpaqlar Sara, biz çatdıq. İbrahim, sən nə danışırsan? Sara, biz həmin torpaqlara çatdıq. Elə indicə Allah mənimlə danışdı. O dedi ki, bu torpaqları bizim nəslimizə verəcək. Sara, bu möhtəşəmdir, elə deyilmi? Bəli, bu böyük bir vəd kimi görünür. Bircə körpəmizi qucağıma ala bilsəydim, hətta buna da inanardım. Sara, uca Allah özü bunu bizə vəd edir. Gəl ona güvənək, qoy o hər şeyin qayğısına qalsın. Uca Allah, sən məni bu torpağa gəlməyə çağıran Allahsan. Məni seçib xeyir-dua verdiyin üçün minnətdaram. Mərhəmətli Allah, biz sənə səcdə edirik. Bugün bu qurbanı da sənə təqdim edirik. İbrahim Allahın ona verdiyi torpaqları gəzirdi. O Allahın verdiyi hər bir vədə inanırdı. Lakin hələ də onun və arvadı Sara'nın övladı yox idi. İbrahim, Rəbb, bu sənsən? İbrahim, qorxma. Mən səninləyəm və səni qoruyacağam. Mükafatın çox böyük olacaq. Ya Rəbb, sən mənə o qədər çox şey vəd vermisən. Amma yenə də, əgər mənim bir oğlum belə yoxdursa, bu necə ola bilər? Mən öləndə nəyim varsa nökərimə qalacaq. İbrahim, sənə bir oğul verəcəyəm. Həm də sənin öz qanından. Ya Rəbb, bunun baş verəcəyinə necə əmin ola bilərəm? İbrahim, ulduzlara bax. Onları saya bilərsənmi? Sənin nəslin məhz bu qədər olacaq. Ulduzları saymaq? Mən ən parlaq olandan saymağa başlayacağam. 1, 2, 3, 4, dayan. Mən bunu artıq saymışam axı. Yenidən saymalı olacağam. 1, 2, 3, 4. İbrahim Allah'a iman edəndə Allah da İbrahimin imanını qəbul etdi və İbrahim bu imanı ilə Allahın qarşısında salih oldu. İbrahim, niyə hələ də buradasan? Sara, Allah mənimlə danışırdı. O mənə dedi ki, mənim çox böyük nəslim olacaq. Dedi, sənin oğlun olacaq. Mənim öz qanımdan oğlum olacaq. İbrahim, bütün gecəni sənin dediklərin haqqında düşünmüşəm. Əlbəttə, sən bilirsən ki, mənim yaşımda bu mümkün deyil. Amma mənim ağlıma belə bir fikir gəlib. Sənin başqa bir qadından övladın ola bilər. Sara, sən nə danışırsan? İbrahim,
Bir çox insanlar uşaq sahibi ola bilməyəndə bunu edirlər. Mənim Misirli qulluqçum Həcəri götürüb ondan uşaq sahibi ola bilərsən. Onun dünyaya gətirəcəyi körpə sənin qanından olacaq. O həm də mənim olacaq. Bu öz ailəmizi qurmaq üçün bir yoldur. İbrahim arvadının dedikləri barədə düşündü və Saranın qulluqçusu Həcəri götürüb özünə arvad etdi. Həcər, get mənə biraz da su gətir, şorbaya əlavə edim. Hamilə olan mənəm. Bətnimdəki İbrahimin körpəsinə qarşı çox diqqətli olmalıyam. Gör nə kobud və nankor qul olmusan. Mən olmasaydım sənin bu körpən də olmazdı. Get mənə su gətir, tez ol. Gətirməyəcəm. Niyə gedib özünüz gətirmirsiniz? Əgər ona övlad verə bilmirsinizsə, heç olmasa onun naharını hazırlayın. Bu nə təkəbbürdür. Burada kimin əmir verdiyini, kimin hələ də qul olduğunu mən sənə göstərəcəyəm. Sara ilə Həcərin arasındakı problemlər hər gün daha da böyüyür və nəhayət Həcər Saranın yanından qaçır. Həcər, Saranın qulluqçusu, hardan gəlirsən? Hara gedirsən? Mən xanımım Saradan qaçıram. Qorxma Həcər, xanımının yanına qayıt və hər şeydə ona itayət et. Sənin oğlun olacaq. Adını İsmail, Allah eşidir qoyacaqsan. Çünki sən əziyyət çəkəndə mən səni eşitmişəm. Ya Rəbb, sən məni görən Allahsan. Sən burada, bu yerdə mənim ehtiyacımı gördün. Sonra səni görməyimə icazə verdin. Həcər İbrahimin düşərgəsinə qayıdır və bir müddət sonra orada bir oğul dünyaya gətirir. İbrahim onun adını İsmail qoyur və onu çox sevir. Ana, biz qayıtdıq. Nə yaxşı oğlum. İsmail mahir ovçu kimi böyüyüb. Bir bax gör evə nə gətirib. Çox sağ ol mənim balam. Mən indi onu nahar üçün hazırlayaram. Ya Rəbb, bu torpaqlara ilk gəldiyim vaxtdan uzun illər keçib. İlk dəfə burada, elə bu qurbangahda sənə necə səcdə etdiyimi xatırlayıram. İbrahim, mən qüdrətli Allaham. Mən istəyirəm ki, sən mənim qarşımda salih həyat yaşayasan. Bəli, ya Rəbb, mən bunu edərəm. İndi Saraya gəlincə, o bir oğul doğacaq. Nə? Sara oğul doğacaq? Bəli, o çoxlu millətlərin anası olacaq. Ya Rəbb, ya Rəbb, sən Sara haqqında danışırsan. Sən demək istəyirsən ki, 90 yaşlı qadın indi oğul doğacaq. Bəli, olacaq. Mən də oğluna çoxlu xeyir dua verəcəyəm. Amma ya Rəbb, axı İsmail də mənim oğlumdur. Ona da xeyir dua ver. İbrahim, arvadın Sara öz bətnindən sənə bir oğul doğacaq və adını İshak qoyacaqsan. Mən onunla, onun nəsli üçün də əbədi keçərli olan əhd bağlayacağam. İsmail üçün ürəyimdən keçənləri də gördüm. Mən ona xeyir dua verəcəyəm və onun nəslindən olanlar böyük bir millət olacaq. Amma mənim əhdim bir il sonra Saranın sənin üçün doğacağı oğlu İshakla bağlıdır. Bu oğlandı. Sizin bir oğlunuz oldu ağam. Bu oğlandı. İbrahim, ona bir bax. Oğlumuz çox gözəldir. Allah mənə sevinç bəxş etdi. Bunu eşidən hər kəs də mənimlə birlikdə sevinəcək.
İshak, sən bir möcüzəsən. Artıq bilirəm ki, Allah üçün mümkün olmayan heç bir şey yoxdur. Balaca İshak böyüdü. Nəhayət, onun ana sütündən kəsiləcəyi gün gəldi. İbrahim bunu qeyd etmək üçün böyük bir ziyafət verdi. Bugün mənim üçün çox şən gündür. Çünki oğlum İshak artıq körpə deyil, gözəl oğlan uşağı kimi böyüyür. Allaha şükür edirəm ki, bu iki oğlu bəxş edərək mənə böyük xeyir-dua verib. İbrahim, oğlun İsmail'in mənim övladıma nə etdiyini görmürsən? Sara, narahat olma. Onlar sadəcə oynayırlar. Yox, mən heç nə bilmirəm. O qulluqçu Həcərin oğlunun oğlumuzun mirasından pay almasını istəmirəm. İbrahim, sən onları qovmalısan. Sara, onları qovum. Axı o mənim oğlumdur. Ya Rəbb, mən nə edim? Axı oğlum İsmaili necə qova bilərəm? İbrahim, oğlun və anası üçün narahat olma. Sən Saranın dediyi kimi etməlisən. Çünki mən onların qayğısına qalacağam. Mən İsmailə xeyir dua verəcəyəm və onun nəslindən böyük bir millət yaradacağam. Amma səninlə bağladığım əhd İshak vasitəsilə yerinə yetəcək. Ya Rəbb, sən belə dediyinə görə bunu edəcəm. Sənin istədiyini eləmək məni çox incitsə də, mən sənə güvənirəm. Buna görə də İbrahim Həcərlə oğlu İsmaili yola salmağa gəldi. Onlar Allahın onlara verdiyi vədləri yerinə yetirəcəyi səhraya getdilər. Lakin İshak üçün Allahın başqa planı var idi. Bir müddət sonra Allah İbrahimin heç gözləmədiyi bir şey etdi. Sən nə edirsən ata? Ağac əkirəm ki, ona baxanda Allahın mənim üçün etdiklərini, gələcəklə bağlı verdiyi vədləri yadıma salım. Hə, bu çox yaxşı fikirdir. Mən sənə kömək edə bilərəm? Hə, əlbəttə. O qabı qaldırıb biraz su tökə bilərsən? Əlbəttə edə bilərəm. Bax belə. Ana, bax, biz bir ağac əkdik ki, Allah bizim üçün etdiyi hər şeyi xatırlayaq. O, ehtiyatlı ol oğlum. Deyəsən qab ağırdır. Ana, mən artıq böyümüşəm. Görmürsən? Ah İshak, sən Allahın mənə verdiyi ən qiymətli hədiyyəsən. İndi suyu çadıra apara bilərsən, biz ondan nahar hazırlamaq üçün istifadə edək. Əlbəttə apara bilərəm. İbrahim, İbrahim, Mən buradayam, ya Rəbb. indi çox sevdiyin yeganə oğlun İshakı götür və Moria torpağına, sənə göstərəcəyim dağa get. Orada onu mənə yandırma qurbanı olaraq təqdim et. Ya Rəbb, o mənim oğlumdur. Axı sən onun vasitəsilə öz vədlərini yerinə yetirməlisən. Bəli, İbrahim, amma mən sənin Allahınam. Ertəsi gün İbrahim çox erkən oyandı. Qurban təqdim etmək üçün lazım olan hər şeyi hazırladı. O iki nökəri və oğlu İshakla birlikdə Allahın ona dediyi yerə yola düşdü. Moria dağını uzaqdan görənə qədər onlar 3 gün yol getdilər. Siz ikiniz burada qalacaqsınız. Biz İshakla o dağa qalxacağıq.
Allaha səcdə edib sonra sizin yanınıza qayıdacağıq. Mənə maraqlıdır ata. Bəli, oğlum. Biz odunları və yanan kömürləri gətirdik. Bəs qurban edəcəyimiz quzu hardadır? İshak, əziz oğlum. Qurban üçün quzunu Allah özü hazırlayacaq. İshak, Ata, Allah məndən səni qurban gətirməyi istədi. İbrahim, İbrahim, Ya Rəbb, dayan. Oğluna xətər yetirmə. İndi bildim ki, sənin mənə qarşı məhəbbətin sonsuzdur. Çünki sənə verdiyim yeganə oğlunu məndən əsirgəmədin. Ya Rəbb, sən bizə quzu verdin. Minnətdaram Rəbbim. Oğlum üçün minnətdaram. Ya Rəbb, sən yeganə həqiqi Allahsan. Təmin edən Allahsan. Sən bizə hər şeyi verdin. Sən bizə lazım olan hər şeyi verdin. ata, mən səni sevirəm. Mən də səni sevirəm, oğlum. İbrahim, bu sınaq vasitəsilə məni hər şeydən çox sevdiyini göstərdin. Buna görə də öz adımla and içirəm ki, sənə bol xeyir dua verəcəyəm. Sənin nəslin göydəki ulduzların sayı qədər olacaq. Səni itaət etdiyin üçün sənin nəslin vasitəsilə bütün millətlərə xeyir dua verəcəyimə söz verirəm. Və onlar biləcəklər ki, mən Allaham. Allah İbrahim'e göydeki ulduzlardan daha çok evlat vaat etti. Hem de deniz sahilindeki kumlardan da çok. İbrahim evlatlar Allah'a iman ederlerdi. Allah'a iman ederler. İbrahim evlatlar Allah'a iman ederlerdi. İbrahim evlatları yaşlı olsalar da İbrahim'le Sara Allah'a iman edirdiler. Allah da onlara verdirdi oğlum verdi. İbrahim evlatlar Allah'a iman ederlerdi. Allah'a iman ederler. İbrahim evlatlar Allah'a iman ederlerdi. İbrahim evlatlar Allah'a iman ederlerdi.